Qarşıdan yeni il gəlir və təbii ki, insanlar büdcələrinə uyğun yeni il süfrəsi üçün tədarükdə görürlər. Bu zaman alıcıların üst tutduğu əsas məkanlardan biri də bazarlar olur. Maraqlıdır, hazırda bazarlarda məhsulların qiyməti və alıcı səviyyəsi hansı vəziyyətdədir? Elə bu səbəbdən də yaşıl bazara üst tutdu. Bazarda səliqə-səhman qaydasında məhsul bolluğu da öz yerində idi. Ancaq alıcı səviyyəsi olduqca aşağı idi. Satıcı Ramilə Əhmədova da Today Press TV-yə danışarkən bazarda alıcı səviyyəsinin aşağı olmasından gileyləndi. Bilsin ki, pul yoxdur cəmaatda. Cəmaatda pul olsa gündə bazara gələrdi də. Yaxşı alver elə. Alver yoxdur da. Yeni hər yer zərfçilik baxın. Yeni il süfrəsi üçün nə qədər xərc çəkmək mümkündür? Pomidor. Baxır da alır. 1 kilo götürürlər, yarım kilo götürürlər, 2 kilo götürürlər, o baxır. Bəs bu pomidorun, xiyarın və kartof, soğanın qiyməti nə qədər dəyişir? Kartof 1 manatadır. Pomidor var 2 manatadır, 2 manatadır. Pomidor var, çeri pomidorlar var 10 manatadır. Yerli məhsulu daha çox, yoxsa necə? Belə, heç bir fərq yox. Belə hamısı da bir qiymətlərdir. Aşağı yuxarı zaman satılır ki, tutarsın malını. Mal da getir. Vallahi aşağı yuxarı. Sən deyən elə bahalıq yoxdur. Prosto bazara girək. Burada satıcılar alıcı sayından narazı olduğu kimi alıcılar da bazar qiymətlərindən narazıdır. Balansıq nədir ki, nə yiyir, alıram, qoyuram, yiyirəm. Təqaüd alırsınız? Pensiya, Bax, nə qədər təqaüd alırsınız? 600 manat, 500 manat. 500 manat. İndi bax, 500 manat təqaüd sizin aylıq dolanışınıza çatırmı? Ancaq pensiya, evə görə, ev kiraya deyəməm. Kira nə qədər verirsiniz? Kira 30 manat, 300 manat. Yaşıl bazarda diqqət çəkən başqa bir məqam satılan məhsulların üzərində qiymətlərin qeyd olunmamasıdır. Satıcı Elmir Əhmədov bunun səbəbini belə izah edir. Bu meyvələrin qiyməti barədə nə deyə bilərsiniz? Meyveler bu dəqiqə bazara girən yox deyil, bu tələbat yox deyil. Çünki küçə alverləri çox deyil, bazara girən yox. Meyve apelsindir, mənim bir heyvanı 3 manat, 2 manat belə. Amma nədənsə qiymətləri yazılmır, nə səbəbdir? Qiymət burada marketdə qiymət yazıda yaxın durmurlar. Yazıb da 5 manat qoyub, kim gələr yaxın? Amma danışır nə gəlir, məsələn deyirəm, 3'ə deyirəm, 2 yarıma 2 kilo verir, 5 manat verir. Çəkib verirsin. Hə, danışın. Belə qiymət qoyunca yaxın durmurlar. Siz məhsulları hardan gətirirsiniz? Sitrus, lankara özümüz gidir, bu narı Göyçaydı. Narı buradan alırıq. Qalan rayondan gəlir, lankarandan gəlir. Bu il heyvan ətində dabaq xəstəliyi geniş yayıldığından insanların balıq məhsullarına tələbatı çoxalıb və buna görə də bazarda satışda olan balıq məhsullarının qiymətlərində endirimlər var. Bazarda nar məhsullarının qiymətlərindən danışan satıcı Sahil Ağayev bildirdi ki, nar məhsullarına çəkilən şirələr də satışdadır və daha çox turistlər alır. Qiymətləri 3 manat, 5 manat, 6 manat, baxır o qramla. Sonda onu da qeyd edək ki, ekspertlər yeni il ərəfəsində bazarlarda müşahidə olunan qiymət artımlarının əsasən mövsümi tələbat və artan xərclərlə bağlı olduğunu düşünürlər. Cibiniz dolu olsun. Üsalə Nəciyeva, Today Press TV.